Temudan çadır aldım. Bəli, çadır. Gəlin baxaq görək necə bir şeydir. Mənim üçün də sürpriz olacaq. Ümid edirəm ki, çox dandik bir şey olmayacaq. 2 dənə karqon var ayrı-ayrılıqda. Onları açaq, baxaq görək nə var. Darararam. Birinci, gördüyünüz kimi açıb baxmışam. Mən çox səbirsiz insanam. Təzədən baxaq. Yaxşı baxmamışam. Danananay. İt ağzından çıxmış belə bir karıpqa gəlir. Rejbi şunuru, asılqanı, lampçikası. O çadırın içində düşündüyüm ki, mütləq bir lampçika olmalıdır. Məncə kifayət qədər də yaxşı işıqlandırması var. Bir dəfə basmaqla işıq rejimləri dəyişir. İndi keçək digər sifarişə. Çadırın içinə qoymaq üçün balaca belə balışcıqlar deyim də buna. Balacadır. Çox da pis gəlir. Belə bir şeydir. Baxın, yaxınında göstərim. Buna necə baş qoyub yatacam mən bilmirəm. Yəni bunu tövsiyə etmirəm. Çadır aldınsa, mütləq nə almalısan? Əlbəttə ki, çadırın içinə sərmək üçün olan adı nədir mən də bilmirəm. Via Veresina Milano Ita. Açaq görək. Ölçülərini mən buralarda bir yerdə, ümumiyyətlə şəkillərini və ölçülərini də qoyacam buralarda bir yerdə. Linklərini də bioda, Temu önə çıxanlarda yerləşdirəcəm. Linkləri əldə eləmək üçün önə çıxanlara gedib baxa bilərsiniz. Yəni ayağa durum. Kifayət qədər enli və uzun. Tüyük. Bu bir kimonodur. Əli bəy karateyə başlayacağı üçün onun üçün kimono sifariş vermişəm. Baxdım burada çox baha satılır kimono. Dedim ki, niyə də Temudan sifariş etmir? Oy, keyfiyyətliymiş. Bizim ağ kəmərimiz ayaqları yığılmalı olacaq, amma material olaraq çox yaxşıdır. 9-10 yaş vermişəm, 140. Bir ancaq böyük olacaq, amma olsun. Bunu çox bəyəndim, əladır. Buna 5 ulduz. İndi isə keçirik əsas məsələyə, çadırımıza. Mahnı gəlsin. Çox sevinirəm, çünki çox uzun müddət istədim ki, öz çadırım olsun. Təbii ki, bunu burada aça bilmərəm. Kifayət qədər keyfiyyətli görünür. Mən çox qorxurdum ki, çox dandik gələ bilər, amma çox yaxşıdır. Bu yəqin ki, üstü üçündür. Əgər öyrənə bilsəm yığmağı, onun da videosunu ayrıca çəkərəm. Çadır yığma prosesini çəkib göstərərəm. Əgər Temu videolarımın davamlı olmağını istəyirsənsə, o zaman mütləq şərhlərdə bildir. Növbəti videolarda görüşənədək. Hələlik!